Əhl-i Beytin pak münəvvər ruhlarına salavat zikr. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammed ve ali teyyibin tahirin. Ve la'ne daim ala a'daihim a'daillah. من العان إلى لقاء الله ما بعد وقال الحكيم في كتاب الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي السلام عليك يا أبا عبد الله السلام عليك يا بقية الله السلام عليكم يا أهل البيت النبوة جميعا ورحمة الله وبركاته السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين Allah-u Teala bugünkü gün əzadarlıq məclisimizi Peyğəmbər Əhl-i Beyti xatirinə və bugünkü gecənin səbəbkarı xüsusən Hacətlər qapısı xanım Rüqəyya salamullah aleyhanın şəhadətə yetişdiyi bir gündür. Allah bu günün ehtiramı xatirinə bütün dualarımızı qəbul eləsin. Bilirsiniz ki, mübarək aylar içərisində Səfər ayı xüsusi bir əhəmiyyəti var. Məhərrəm ayından sonra Səfər ayı ağır aylardan və bu ayda çoxlu sədəqə vermək, bu ayda insanlar Allahla çoxlu münacat və razı-niyaz etməyi önəm kəsb etdiyi bir aydır. Və bu gecə çox önəmli bir gecədir. Mən Allahdan əvvəla məclis başlamamazdan qabaq dua edirəm ki, Allah bizə tövfiq inayət eləsin ki, bu gecənin şəhadətə yetişmiş balaca qızı xanım Rüqəyyənin şəhadətindən çətin də olsa danışa bilək. Çünki elə məclislər var ki, o məclisdə danışmaq çox asandır. Amma bu məclisdə danışmaq çox çətindir. Ona görə ki, həm Peyğəmbərimizin əziz nəticəsi, həm İslam tarixində şəhadətə yetişən xanım Rüqəyya salamullah aleyhanın müsibəti tarix-i İslamda ən çox ağrılı, acılı müsibətlərdən biridir. Mən Quran-ı Kərimdə Peyğəmbərimizə Allah Müteal qız evladı haqqında ayətləri istərdim əvvəla qeyd edeyim. Allah Quran-ı Kərimdə buyurur Bismillahirrahmanirrahim Lillahil mulkus semavati vel ard Yəxluqu ma yeşâ'u Yəhbu limen yeşâ'u İnşâ'a və yəhbu limen yeşâ'u zəkərə Allah Müteal buyurur ki, göylərdə və yerdə nə varsa hökmranlıq Allaha məxsusdur. Allah istədiyini yaradır və istədiyi qız və oğlan olacağına və o insanlara o neymətləri bəxş edir. Bəzən insanlar var ki, dünyaya gələn evladlarının zamanlar keçdikcə qız evladı olduğundan çox kədərləniblər. Və Quran bu sözləri, dediyimiz sözləri təsdiq edir. Allah Müteal Təkvir surəsində buyurur ki, Bismillahirrahmanirrahim Bi-əyyi zəmbih qətələ Buyurur ki, zaman var idi ki, qız uşaqları diri-diri torpağa tapşırılırdı. Diri-diri öldürülürdü. Ana bətnindən çıxandan sonra onlar torpağa başdırılıb öldürülürdü. Onlar müsibətlər yaşayırdılar. O uşaqların heç bir günahı yox idi. Amma öldürənlər cəhalətə
qoşulmuş insanlar idi, cəhalət içində yaşayanlar. Nəticədə Peyğəmbərin zamanına yetişdikdə Peyğəmbər Xuda o mərhələdə insanları, qızları xüsusən torpaqdan çıxarmağı o insanlara təlqin elədi, öyrətdi. Ona görə baxsaq, zaman keçdikcə vəhşilik, insan öldürmək, qan tökmək, haqsız yerə insanlara əziyyət vermək, bu məsələlər tarix boyunca olub. Amma müsibətlər içərisində bu müsibətlər Quran tərəfindən çox tənqid olunur ki, o insanlar ki, qız uşaqlarına biganəlik göstərirlər. O insanlar ki, qız evladlarına çox pis bir münasibət bəsləyiblər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərində buyurur ki, evladlarınız içərisində fərq qoymayın. Onların istər qız, istər oğlan, onların hər ikisinə eyni gözlə baxın. Amma qız evladını daha çox sevin. Çünki o evlad elədir ki, həmişə valideynlərə sığınır və valideynlərə bağlanır. Peyğəmbərimiz özü də xanım Zəhra salamullahi aleyhanı çox sevib və o sevgini Allah ona nümayiş elətdirib. Və Peyğəmbərimizin sevgisi xanım Zəhraya o qədər idi ki, tarixdə var ki, Allahın Rəsuluna ayətlər nazil olanda Allahın mələikəsi Peyğəmbərə xəbər verir ki, Allah xanım Zəhraya salam və salavat göndərir. Yəni, o qədər xanım Zəhra Allah müteal üçün çox önəmli bir şəxsiyyət idi. Və biz bu deyilən nəticələri görürük ki, Quran-ı Kərimdə, ayələrdən, hədislərimizdə görürük ki, qız uşaqlarına zamanlar keçdikcə kobudçuluqlar da olub, əziyyətlər də olub, zülümlər də olub və yaxşı münasibət bəsləyən insanlar da olub. Amma Peyğəmbər əhl-i beyti isə, xüsusən o əhl-i beyti ki, Quran, o əhl-i beyti ki, dinlərin yaşanması, o əhl-i beyti ki, Peyğəmbərimizin dininin kamilləşməsi üçün canlarını fəda edirdilər, onların hər biri zülmə məruz qaldılar. Çox maraqlı bir hücumlar var. Bilirsiniz ki, axır bu Məhərrəm Səfər ayı ki, artıq bu günlər 5-ci günüdür. Səfər ayında, Məhərrəm ayına içində də Peyğəmbər əhl-i beyti haqqında müxtəlif fikirlər irəli sürürlər və bilirsiniz ki, hər il Məhərrəm Səfər ayı yetişdikdə adamlar var ki, toy yadlarına düşür, adamlar var, gezmək yadlarına düşür, adamlar var, xeyr işi önəmə çəkirlər və biz bunların 2 dənə mərhələsini gördük. Məkkə ziyarəti olur, kasıblar yada düşür, fəqirlər yada düşür və Məhərrəm ayı olur, toy yada düşür. Çox maraqlı bir hadisədir. Bəzi adamlar da deyir ki, imkan yoxdur. Məhərrəm ayından qabaq deyir, imkan yoxdur toy eləməyə, Məhərrəm ayı gələndə toy fikirləri zehnə gəlir. Və bunlar görünür ki, bu insanların Peyğəmbər əhl-i beytinə olan biganəliyidir. Peyğəmbər əhl-i beytinə olan öz münasibətləridir, öz baxışlarıdır və o baxışlar ki, nəticədə böyük bir, ağır bir əziyyətlə, böyük bir çətinliklə qurtara bilər. Çünki zamanlar keçdikcə biz görmüşük, Allah ağsaqqallarımıza, burada əyləşən böyüklərimizə can sağlıq versin. Bizdən qabaq ağsaqqallarımız, məscidlər Azərbaycanda 17 məscid fəaliyyət göstərir. Məscidlərin bağlı olan mərhələsində insanlar o əzadarlıqları saxlayıblar. Evlərində, müəyyən çadırlarda, müəyyən yerlərdə əzadarlıq məclislərini saxlamaq isə dinin maariflənməsini insanlara çatdırıblar. Ona görə hər illər keçdikcə Məhərrəm Səfər ayında müxtəlif fikirlər ortaya gəldikcə bugünkü gündə, bu dönəmdə inkişaf bu cürünə ki, istər mətbuatda, istər sosial şəbəkələrdə bu qədər inkişaf getməklə insanlar daha da Peyğəmbər əhl-i beytinə sevgi yanaşması olmaqdansa,
insanların geriyə qayıdışı var. Və geriyə qayıdışı da hər birimiz bilirik ki, nəticələr nələrlə qurtarıb. Peyğəmbər Əhl-i Beytinə biganəlik eləyənlər indi hardadırlar və nələr tamamlanıb. Ona görə biz hər məclisdə, hər bir Peyğəmbər Əhl-i Beytinin məclisində, onların əzizlərinin məclisində xüsusi diqqət etməliyik ki, bu məclislər bizim ömrümüzün, həyatımızın ən gözəl dəqiqə və saatlarıdır. Və biz bilməliyik ki, dünyada yaşarkən nə əldə etmişiksə, bugün məsciddə ibadət eləməyimiz, razı-niyaz eləməyimiz, Allahla münacat eləməyimiz, Allaha olan ibadətlərimiz hər biri o Peyğəmbər Əhl-i Beytinin getdiyi yol və insanlara düzgün yolu sabit qədəm şəkildə çatdırması nəticəsindədir. Ona görə Quran-ı Kərimdə Allah Müteal bizlərə hər bir yönümdən hadisələri, gedişatları başa salır və o başa salmaq içərisində isə bugünkü mövzumuz xüsusən xanım Rüqəyya Salamullah Əleyhanın şəhadət gecəsi ilə bağlı olan bir gecədir. Biz tarixə baxsaq, biz də bu müsibətləri gördükdə yaşamışıq. Yəni, insanlar Kərbəla hadisəsini tarixin eşidib yaşayanlarımız var və insanlar var ki, onu eşidirlər, yanaşma tərzləri başqadır. Amma Allah Müteal da o müsibətlər ki var, o müsibətləri insanlar zaman keçdikcə onları nümayiş elətdirib, göstərib və onlar o hadisələri yan kesməsinlər, gerək görsünlər, o müsibətləri, o faciələri. Misalən, biz tarixdə görürük ki, çoxlu hadisələr olub ki, dinc əhali qırılıb, dinc əhali öldürülüb, onlara böyük bir əziyyət verilib. Xüsusən Azərbaycan xalqı da bunu yaşayıb. Bizim Xocalı faciəmizdə nə qədər insanlarımız öldürülüb və insanlarla yanaşı nə qədər körpə uşaqlar müsibətlə öldürülüb, onlar əziyyətlə öldürülüb, faciəvi şəkildə öldürülüb. Allah rəhmət eləsin, Çingiz Mustafayevi, o kadrları hamısını çəkib və sizlər onu görmüşsünüz. Bu bir faciədir. Elə bir faciə ki, artıq döyüşdə insanın insanla, sərkərdənin sərkərdə ilə, əskərlə mübarizəsi varsa, dinc əhali, körpə uşaqları öldürmək, bu nə döyüş qaydalarına uyğundur, nə də insanlığa. Artıq insanların körpələrini öldürmək, bu vəhşiliyin ən son dərəcəsidir. Amma Peyğəmbər balası, Peyğəmbərin əziz nəvə nəticələri böyük bir müsibətlərə məruz qalıb. Ölüm var ki, insan xəstə yatar, insan bir müddət əziyyət çəkər, insan var ki, qəfil birdən ölüm gələ ona, ürəyi tuta dünyasını dəyişər. Amma tarixi İslamda var ki, Kərbəla hadisəsində Peyğəmbərimizin əziz balası Həzrət İmam Hüseynin qızı xanım Rüqəyya çoxlu müsibətlər görüb. Bu günləri xanım Rüqəyya hadisəsində də fikirlər tamam fərqlidir. Bu günləri yenə də qeyd edirəm ki, Kərbəla hadisəsinə toxunulduğu kimi Peyğəmbər Əhl-i Beytinə müsibətlərinə belə toxunulur və o müsibətlərin içərisində biz görürük ki, hadisələrdə xanım Rüqəyya şəhadəti, xanım Rüqəyyənin Həzrət İmam Hüseynin qızı olması mövzusunda və bu müsibətlərin bu cürlə tərzdə olması haqqında fikir ayrılıqları ortaya gəlir ki, belə bir hal olmayıb. Xanım Rüqəyya elə İmam Hüseynin Kərbəla hadisəsində dünyasını dəyişib və ümumiyyətlə bu qız uşağı olmayıb, belə mövzular da var və xanım Rüqəyyə ümumiyyət İmam Hüseynin qızı deyil, belə mövzular da var və bunlar haqqında müxtəlif fikirlərə bugün biz böyük alimlər tərəfindən, böyük müstəhidlər tərəfindən, tanınmış dünya məqamında tanınan alimlər tərəfindən fikirləri istəyirəm deyəm. Əvvəla onu qeyd edeyim ki, İslam tarixində bizim bu günlərdə şəri üslublarımızı yazan, şəriət mövzularını yazan alimlərimiz ki, Allah rəhmət eləsin keçənləri, Allah salamat eləsin qalan müstəhid alimlərimizi,
Onlardan biri Ayətullah Vahid Xorasani yazır ki, hər il xanım Rüqəyya şəhadətini mən öz ailəm ilə xanım Rüqəyyanın müsibətlərini insanlara aşılayıb, insanlara çatdırıram və o müsibətin Kərbəla hadisəsindən sonra ən ağır bir müsibət olduğunu insanlara bəyan edirəm və insanlara o müsibəti yaşamağı və o müsibəti dünyaya tanıtdırmağı ərmağan edirəm. Allah rəhmət eləsin, Əllamə Təbətəbai böyük alimlərdən biridir. Allah ruhun şad eləsin, müfəssir alimidir. Deyir, xanım Rüqəyyanın elə bir şəhadət günü olmadı ki, mən onu ziyarət eləməyim. Yəni, hər il onun şəhadət məclisində, səfər ayında mən onu ziyarət elədim və bütün istəklərimi ondan Allaha elçi göndərib ondan istədim və dualarım qəbul oldu. Və mən xanım Rüqəyyanı, Peyğəmbərin əziz balası, Həzrəti İmam Hüseynin əziz balasını həmişə əzizləmişəm və xanım Rüqəyya da İmam Hüseynin əziz qızıdır. Böyük alimlərimizdən biri yerdə mərcə-i təqlid Ayətullah Lənkərani ağa, böyük alim, deyir ki, xanım Rüqəyyaya o insan ki, nəzəriyyəsi düzgün olsa, baxışı düzgün olsa, xanım Rüqəyyanı Allaha razı-niyaz eləyib, elçi qərar versə, şəfaətçi eləsə, onun duaları qəbul olar və qəbul olmayanı hələ mən görməmişəm və xüsusən də bu da qeyd edir ki, mən xanım Rüqəyya gecələrinə önəm verirəm. O gecələrdə bütün dualarımın, bütün istəklərimin, bütün ali məqamların, insanların çatdığını yaşayıb və görmüşəm. Yenə də böyük alimlərdən biri Ayətullah Həsən Amili, böyük Ayətullahdır. Xanım Rüqəyya haqqında dediyi, buyurur, bu uşaq böyük bir dünya yaşamış bir qızdır. Bəzən insan həyatı elədir ki, 100 il yaşamağa qadir ola bilərsən və ondan da çox yaşaya bilərsən. Amma necə yaşamaq insan üçün Allah yanında çox önəmlidir. Xanım Rüqəyya 3 ili bəzi insanların 100 ilinə, bəzi insanların ondan da çox yaşamağına nümayiş elətdirir. Amma xanım Rüqəyya elə bir dünyada əsər qoydu ki, o əsərdə mən ağlamayan şəxs görmədim. Əgər bir gün xanım Rüqəyya müsibətinə ağlamırıqsa, demək, biz müsibətləri, biz faciələrə çox yüngül yanaşırıq. Allah bu faciəni bir də dünyaya getirməsin. Yenə də böyük alimlərimizdən biri bizim bu məsciddə və dünyanın hər bir yerində böyük alim Ayətullah Sistani ağa. Deyir, xanım Rüqəyya gecələri mənim üçün çox ağır və müsibətli bir gecələrdir. Kərbəla hadisəsinin bir çətinliyi varsa, Kərbəla hadisəsi tamamlanandan sonra onun ən çətin mərhələləri xanım Zeynəb və xanım Rüqəyya gecələridir. Və mən bu gecələrdə gözü yaşda görməyən insanı bu cür fikirləşirəm. Görəsən, o dünyada evlad uşağının müsibətini görüb boşunu yanaşacaq. Hər bir dünyaya gələn evlad bizim üçün bir çıraq, bir nurdur və gələcək həyatımızdır. Xanım Rüqəyyanın müsibəti isə nübüvvət aləmində, Peyğəmbər aləmində, Peyğəmbər risalətində kökü kəsmək deməkdir. Çünki o İmam Hüseynin qızı idi. O İmam Hüseynin əzizi idi. İmam Hüseyin onu çox sevirdi və İmam Hüseyin əleyhisselamı Kərbəlaya o yola saldı. Və son görüş isə xanım Rüqəyya oldu. Bu günləri Ayətullah Sistani ağa deyir, xüsusi bir insanlara tövsiyəm budur ki, onun Allaha elçi qərar verin, şəfaətçi qərar verin, bütün hacətlərinizi ondan istəyin. Əgər istəsəniz, nəticəsini ala bilərsiniz.
Və çoxlu belə alimlərin nəzəriyyələri var ki, və mən maraqlı bir alimin də nəzəriyyəsi, bu İslam alimləri idi, bilirsiniz ki, tanınmış alimlərin nəzəriyyələridir. Və bir nəzəriyyə də mən İstanbulda, Türkiyədə böyük bir tanınmış və hər biriniz də onun sosial şəbəkələrdə, mətbuatda görmüşsünüz, Nihat Hatipoğlu, böyük professor, alim, xanım Rüqəyyə haqqında, bilirsiniz ki, o Əhl-Həsənlidir. Onun dedikləri, deyir, İslam tarixində çox çətinliklər var. O çətinliklər Peyğəmbərimizdən sonra baş verən çətinliklərdir. Çünki İslamı saxlamaq, İslamın dəyərlərini, müqəddəs Quran-ı Kərimin dəyərlərini saxlamaq elə-belə məsələ deyil. Fikir ayrılığı hər zaman olduğu kimi Peyğəmbərin şəhadətindən sonra da bu ayrılıqlar olub. Amma ayrılıqların içərisində müsibətlərin ən çetini, ən ağırlısı xanım Zeynəb salamullah aleyha və xanım Rüqəyyənin müsibətidir. Və onun qardaşının itirməsi, qardaşlarının itirməsi, xanım Rüqəyyənin atası və qardaşlarının itirməsi ən böyük faciə, ən böyük çetin bir dərddir. Və bu sıxıntının içində, bu dərdin içində ondan sonra əgər neçə gün yaşayıbsa, bu Allahın lütfüdür. Və xanım Rüqəyyənin ölümünü dərd, qubar olduğundan sonda alim deyir ki, mən bu cür görürəm ki, o uşağın az bir yaşamağı, çetin bir həyat yaşamağı, yəni Allahın ona verdiyi ömrü sona qədər yetişməməyinin səbəbi zalimlərin ona verdiyi sıxıntı və dərdin içərisində ölümü ilə tamamlanır. Bu, İslam tarixində ən çetin və ən ağır bir müsibətdir. Bəli, biz baxırıq ki, Peyğəmbərdən sonra Peyğəmbər insanları dünyada zəlalətdən nura çıxadan bir Peyğəmbər, diri-diri qız uşaqlarına torbağa bastırılan vəhşi ərəblərə Peyğəmbər mədəniyyət getirir. Amma görürük ki, hələ də bu vəhşilik yerində qalır Peyğəmbər dünyasını dəyişəndən sonra. İnsanlar yenə də keçmişə qayıdır və günahlara giriftar olur. Quran-ı Kərimdə Allah Müteal buyurur, yenə də ayətdə ki, onlardan birinə qız evladı verdikdə, onlara müjdə verildikdə, üzlərində, simalarında qəzəbli hisslər yaranar və qəzəblənərlər və o qəzəbi isə gizlədə bilməzlər. Məgər Allahın neymətləri beləmi qarşılanmalıdır? Allahın verdiyi neymət, ən böyük neymət qız evladıdır ki, ona görə insanlar görürsən ki, qız uşaq olanda, dünyaya gələndə münasibətlər tamam fərqlənir. Bu, ərəblərin içərisində daha çox idi. Amma Peyğəmbər Əhl-i-Beyti qız evladına, uşaqlara nəvazişi, uşaqlara olan qayğını insanlara nümayiş elətdirir. Amma zalimlər isə tam fərqli bir fikirlə, tam fərqli bir yanaşma ilə insanlara böyük bir zülmü, böyük bir əziyyəti göstərir. Xanım Rüqəyyə haqqında biz nə qədər böyük mənbələrdən, alimlərdən, nəzəriyyələr ki var, onları saysaq, danışsaq, bu gecə ona çatmaz. Onun haqqında o qədər sözlər demək olar, onun haqqında o qədər böyük müdrik alimlərimizin fikir və nəzəriyyələrini demək olar. Amma mən bu günləri sizi çox istəmirəm, yoram və istəyirəm ki, onun müsibətin, onun faciəsin, onun ağırlı, acılı çəkdiyi o müsibəti istəyirəm ki, zikr eləyəm və biləsiniz ki, bu xanım nə qədər böyük bir əziyyət çəkib, nə qədər böyük bir zillət görüb. Həzrəti İmam Hüseyn əleyhissalam bilirsiniz ki, Kərbəla hadisəsində gözünün qabağında bütün yar-ı ənsarı şəhadətə yetişəndən sonra üzünü xeymələrə çevirdikdə görür ki, nə Əli Əkbəri var, nə Əli Əskəri var,
nə qardaşı Əbəlfəzl Abbas var, nə də onun əziz, sadiq səhabələri var. Artıq hamısını itirib. Və öz Zülcəlahına, öz atına süvar olub meydana gələndə birinci ses xanım Rüqəyyanın sesi olur. Tarixdə var ki, öz bacısı xanım Səkinəyə deyir ki, mən elə eləyəcəyəm ki, atam meydana gelməyəcək. Xanım Səkinə deyir, ey Rüqəyyə, sən necə eləyəcəksən? Deyir, mən elə eləyəcəyəm ki, o gelməsin meydana. Allah heç kimə göstərməsin. Allah ağrılı, acılı, müsibəti heç bir insana yaşatmasın. Görürsən, ata bir insanla sözü, söhbəti düşəndə, nəsə narahat olanda, ata davadalaş edəndə, onun yanında oğul uşağı varsa, əgər uşaq da olsa özün qalxar ayağa, öz hərəkətini göstərər. Balaca da olsa öz hərəkətini eləyər. Yəni, uşaq öz atasına bağlılığını nümayiş elətdirər. Allah göstərməsin, bir adamın oğul uşağı yox, yanında qız uşağı olur. İndi bir dənə gözünüzün qabağına getirin ki, Həzrəti İmam Hüseyin əleyhissalam meydana gedir. Və onun artıq bir dənə evladı, qızı xanım Rüqəyyə onun ardınca gəlir. Və bir dənə söz deyir, ata, əyaq saxla, sənə sözüm var. Həzrət İmam Hüseyin əleyhissalam üzün çörürü görür ki, körpəsi arxasınca qaçır. Dayanır, düşür Zülcəlahıdan, qızım, ya Rüqəyyə, nə olub? Ne istəyirsən mənim əziz qızım? Deyir, ata, hara gedirsən? Deyir, meydana gedirəm. Qızım, görürəm dodaqların quruyub, sənin üçün su getirir. Deyir, ay ata, bilirəm ki, o su üçün Əli Əkbər getdi, gəlmədi, şəhadəti yetişdi. Əmim Əbəlfəzl Abbas getdi, gəlmədi. Mən bilirəm ki, hər dəfə o su üçün gedənlər qayıtmıyor. Həm səndən bir istəyim var. Deyir, qızım, ya Rüqəyyə, nə deyir? Deyir, icazə ver, səni bağrıma basın. Qucaqlayım səni. Həzrət İmam Hüseyin əleyhissalam xanım Rüqəyyanı bağrına basır, qucaqlayır. Qız uşağı həmişə kövrək olar, başlayır ağlamağa. Ata gedməyinə bu meydana. Deyir, qızım, gedim, qaydacağam. Ümidimi kesməyinə, mən qaydacağam. Kərbəla hadisəsində ən çətin, ən ağır müsibət xanım Rüqəyyənin İmam Hüseynlə görüşüdür. O, çox çətin bir müsibətdir. Çox ağır bir müsibətdir. Körpə uşaqlıdan atanı ayırmaq və uşaq atanın hara getdiyini bəlli olması, bilməsi. Və deyir, o qədər uşaq ağlayır, Həzrət İmam Hüseyn ayrılır ondan. Tarixdə var ki, elə ki, Kərbəlada İmam Hüseyni şəhid eləyəndə Həzrəti İmam Hüseyin şəhadətə çatanda xanım Rüqəyyə deyir, o tərəfə qaçır, bu tərəfə qaçır. Deyir, mənim atama kömək edin də. Mənim atama kömək edin, artıq kömək də yoxdur. Artıq heç kim ona dəstək ola bilmir, kömək edə bilmir, onun yanında ola bilmir. İmam Hüseynin də ətrafında nə Əbəlfəzl Abbası var, nə oğlu Əli Əkbəri var. Bax, bu hadisəni gözünüzün qabağında canlandırın ki, xanım Rüqəyyə nə çəkib? O hadisədə ki, o qız uşağı o qədər ağlayır, yardıma adam çağırır, insanları çağırır. O insanlar ki, zalimlərdir, onlara deyir, atama qamçı vurmuyor, atama qılınc vurmuyor. Amma deyir, o uşağın sesini eşitdikcə daha da ox atan kim, qılınc atan, nizə atan kim. Xanım Zeynəb deyir, neçə dəfə xanım Rüqəyyə getdi özündən. Neçə dəfə getdi özündən bu uşaq.
Mən deyir, onu ayıra bilmədim. O qədər yalvarırdı, deyir, zalimlər. Gördülər, bu uşaq çox canfəşanlıq eləyir. Bir nəfər gəldi o zalimlərdən, qamçı ilə xanım Rüqəyyaya vurdu. Uşaq deyir, qəşşələdə özündən getdi. Xanım Zeynəb deyir, yaxınlaşdı, bağrına bastı. Ya Rüqəyyə, bu cür eləməginə. Atan sənə tapşırdı axı. Atan səni mənə tapşırıb, əmanət eləyib. Əgər məni sevirsən, bu cür eləmə, deyir. Uşaq ayıldı, dedi, atam hardadır? Hanı mənim atam? Deyir, bu mənə bilirsən nə qədər təsir elədi xanım Zeynəb. Yenə də deyir, xanım Rüqəyyə öz səsi ilə atasını çağırdıqda həmən deyir, atlı gəldi ki, yenə də qamçı ilə vursun ki, bu uşağın səsi gəlməsin. Xanım Zeynəb deyir, qollarımı verdim qabağa. O qamçı mənə deydi, deyir. Amma deyir, xanım Rüqəyyə deyir, baxdı belə, dedi, bibi, mən səni çox incitdim. Çox əziyyət verdim. Qoy məni vursunlar. Atamdan sonra dağılaydı bu dünya. Mənim üçün yaşamağın mənası qalmadı. Görün, o qız uşağı, körpə qız uşağı nə qədər müsibət görüb. Nə qədər əziyyət görüb. Və deyir, o hadisədə ki, Kərbəla hadisəsində ki, onları Şama əsir elədikdə, bağladılar, deyir, bunların ayaqlarına zəncir, əllərinə zəncir, döyə-döyə, deyir, bunları Şama aparanda. Xanım Zeynəbin diqqəti xanım Rüqəyyədə idi. O qədər, deyir, ağlayırdı, o uşaq başına vururdu, üzünə vururdu ki, mənim atam hanı, mən atamı istəyirəm. O zaman ki, deyir, başını deyir, qaldırdı, nizələrdə atasının başını gördükdə yıxıldı yerə. Karivan dayandı. Yıxıldı yerə, karvanı aparan başladı qışqırmağa ki, qalx ayağa. Xanım Rüqəyyə qalxmadı. Yenə də karvandan bir nəfər zalim gəldi, bir qamçı ilə vursun. Xanım Zeynəb özünü qabağa verdi. Yenə də qamçı xanım Zeynəbə deyir və qalxanda ayağa deyir, yaz Rüqəyyə, qalx gedək, deyir, hara gedək ki, mənim atamın başı mənim üstündədir. Mənim müsibəti yaşaya-yaşaya necə gedim, dar olaydı bu dünya, dağılaydı ki, bu cürlə insanlar bizim əhl-i beytə, Peyğəmbər balasına belə bir müsibətlər verdilər. Tarixdə var ki, o uşaq deyir, gəldi, Şamın xarabalığında o qədər ağladı. O qədər ağladı. Həzrət İmam Hüseynin deyir, başını getirdilər ondan sonra. Atasının başına baxdı, ağladı. O qədər ağladı, nəm torpaqlar üstündə xanım Zeynəb deyir, bir gün gördüm ki, Rüqəyyə ömrün tamamladı. Susuz və çetin bir halda o uşaq, əziyyət dünyada sıxıntı ilə yaşadığı bir kiçik ömrünü tamamladı. Görün, bir müsibət nə qədər bugünkü günün şəhadəti olan kiçik bir körpənin məclisinə ki, biz yığışmışıq, görün, o uşaq nə qədər əziyyət çəkib. Və onun atası dinin yolunda, Allahın yolunda öz canını fəda edir və o yolda isə o körpənin müsibəti nə qədər ağırlacılı olur. Allah sizi əzizlərə nəsib eləsin, xanım Rüqəyyənin ziyarətini. Suriyədə onun ziyarəti var. Allah bizə nəsib eləyib o ziyarəti. Bir zaman gəldi, deyir, o ziyarətin ətrafını böyütmək istədikdə istəyirlər ki, o hərəmin ətrafını böyütsünlər, insanlar rahat şəkildə gəlsinlər, oranı ziyarət eləsinlər. Bir nəfər orada yaşayanlardan biri öz evinin sökülməsinə razılaşmır. Razılaşmır ki, mən evim sökülsün bu ziyarətə, bu hərəmə görə. Və razılaşmadığına görə də o ev qalır və hərəmin ətrafında bəzi evlər sökülür və o qalır. Neçə ildə bu insanın evladı olmur.
Artıq bir gün ki, yoldaşı evlada hamilə qaldıqda gəlir ki, dünyaya uşağı getirmək ərəfəsində həkim baxır bir söz deyir. Deyir, biləsiz ki, ya bu ana öləcək, uşaq dünyaya gələcək. Ya uşaq öləcək, ana salamat qalacaq. Burada ölüm həyatı var. İkisindən biri öləcək. Bu hadisə belə olacaq. Bu bizim nəzəriyyə, bu bizim fikrimizdir və nəticə budur. Həmən o xanım Rüqəyyanın ətrafında yaşayan insan, həyat yoldaşı gəlir xanım Rüqəyyanın hərəminə. Görür, çox insanlar burada dua edirlər. Başlayır Allaha yalvarmağa ki, ilahi, mənə yardım elə, mənə kömək elə gələ. Bu balaca qız uşağının hörmətinə mənə yardım elə gələ. O Allah yolunda canını fəda edib, onun atası, əzizləri, ona sən böyük bir məqam vermirsən, hacətlər vermirsən. Mən dünyaya gələn uşağımı da, onun öz həyat yoldaşını da salamat elə gələn, tezliklə, o salamatçılıqla dünyaya getirsin uşağı və özünə də heç nə olmasın. Duaların, münacatların eləyir, gəlir həkimin yanına, xəbər aldıqda deyirlər, həyat yoldaşında yaxşıdır, uşaq da dünyaya gəlir. Bu, heç nə demir, kövrəlir, gəlir həyat yoldaşına təbrik dedikdə, deyir, hardan gəlirsən? Deyir, nə məsələdir, nəyə görə narahatsan? Deyir, yox, mən istəyirəm, biləm sən hardan gəlirsən? Deyir, evdən gəlirəm, deyir, yalan da danışa bilmirsən. Deyir, niyə görə? Deyir, sən xanım Rüqəyyanın ziyarətindəydin. Orada razı niyaz edirdi. O da bura gəldi, dedi, siz razı olmadınız, eviniz sökülsün. Mən də istəməzdim sizin eviniz sökülsün. Amma Allahdan istəyirəm ki, mən çox əziyyət çəkmişəm. Allah sənə evlad dərdi çəkdirməsin. Allah sənə müsibət getirməsin. Və sənin də xilas olmağı Allahdan istəyirəm ki, sən də öz balığa öz nəvazişini göstərəsən, onu böyüdüb başa çatdırasın. Allahla çoxlu razı niyaz elədim, həyat yoldaşım çox ağladı və mən də o istəklərə rağmen gəldim sənə deyim ki, sən bir anasan, narahat olma yenə. Heç vaxt əziyyət çəkməzsənsən. Deyir, baxdım belə dedim ki, Subhanallah, mən elə oradaydım, mən dua elədim. Amma bir dənə də söz deyim sənə, deyir, diqinən, deyir, öz son istəyim bu oldu ki, mənim evim fəda olsun o xanım Rüqəyyaya. Mən o evi bundan sonra o xanıma hədiyyə elədim. Həyatda belə hadisələr olub, hacətlər qapısı olub o insanlar. O insanlar elə şəxsiyyətlər olub ki, onlar seçiliblər və öz əməlləri ilə xanım Rüqəyya elə bir xanımdır ki, xanım Zeynəb salamullah əleyha deyir ki, İmam Hüseyin əleyhissalam onu hər dəfə bağrına basardı, ona qayğı göstərərdi. Heç vaxt əziyyət, sıxıntı onlara göstərməzdi ki, onlar sonda elə müsibətlər gördü. Allah zalimlərə, əhl-i beytə, zülm eləyən zalimlərə lənət eləsin. Və o zalimlər ki, bu günlərdə əhl-i beytə qarşı pis bir münasibətlər bəsləyirlər. Allah onları da tezliklə hidayət eləsin, əhl-i beyt yoluna qaytarsın. Dünya vəfasızdır, nə qədər gec deyilsə, insanlar gərək bu yolda düzgün bir mövqe seçsinlər, düzgün baxışlar eləsinlər və düzgün Allaha qarşı ibadətlərində sabit qədəm olsunlar. Və yə'səyələmullezine yənqələbu yüqəllə. Peyğəmbər əhl-i beytinə müqərrər 3 dənə salavat hədiyyə edir.